Davam edirik. Goranboyda ötən ilin noyabr ayının 23-də 5 mərtəbəli yaşayış binasında çökmə hadisəsi baş verdi. Bəlkə xatırlayırsınız. Hadisə zamanı binanın bir blokunda yerləşən mənzillərdən birində tavanın çökməsi nəticəsində 2 nəfər hətta xəsarət almışdı. Sonradan isə binanın bloklarından biri tamamilə uçdu. Aidiyyatı qurumlar tərəfindən aparılan araşdırmalardan sonra qəzalı vəziyyətdə olduğundan binanın tamamilə sökülməsinə qərar verilib. Hazırda həmin binada söküntü işləri aparılır. Goranboy şəhəri Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən qəzalı yaşayış binalarının sökülməsi mərhələli şəkildə həyata keçirilir. Bir bloku tamamilə uçmuş 60 mənzilli 6 bloklu 5 mərtəbəli yaşayış binasında söküntü işləri hazırda davam edir. Binadakı mənzillərdə sakinlərin qalan əşyaları çıxarılaraq sahiblərinə təhvil verilib. Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından bildirilib ki, sakinlərin kirayə xərclərinin müvəqqəti olaraq aidiyyatı dövlət qurumları tərəfindən qarşılanması təmin olunub. Dövlət tərəfindən həmin mənzil sahiblərinin hər birinə 14 aylıq kirayə xərcləri və daşınma xərcləri ödənilmiş. Bundan sonra dəymiş ziyanla əlaqədar olaraq ziyanın məbləğindən asılı olaraq onlara da bir dəfəlik maddi yardımlar da ödənilmişdir. Ərazidə digər bir binanın da söküntüsünə qərar verilmişdi. Bu 3 blokdan 16 mənzildən ibarət olan 2 mərtəbəli bina idi. Bu binada qəzalı vəziyyətdə olduğu üçün sakinləri köçürülmüşdü. Qeyd edək ki, artıq 2 mərtəbəli binanın söküntüsü tamamilə başa çatıb. Qeyd olunub ki, sökülən evlərin yerində müasir yaşayış binalarının tikilməsi planlaşdırılır ki, sakinlərin də yeni tikiləcək kompleksdə mənzillərlə təmin olunması nəzərdə tutulur. Binanın layihələndirmə işləri yekunlaşmaq üzrədir və hazırda torpaq sahəsinin ayrılmasından bağlı sənədləşmə işləri də yekunlaşmağa doğru gedir və həmin binanın yerində olduğu kimi 5 mərtəbəli 60 mənzilli yaşayış binasının tikilməsi nəzərdə tutulur. Və bundan əlavə onu da qeyd edeyim ki, həmin binaya yaxın ərazidə yerləşən Cəfər Cabbarlı küçəsi 6 ünvanında 2 mərtəbəli 16 mənzilli yaşayış binasının tikilməsi gələcəkdə nəzərdə tutulur. Xatırladaq ki, 2025-ci ilin noyabr ayında Goranboy şəhərində yerləşən 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində tavanın çökməsi nəticəsində 2 nəfər xəsarət almışdı. Hadisədən sonra bina qəzalı elan edilərək sakinləri təxliyə olunmuşdu. Məddən İknəcət, Səadət Ayazqızı, Rüfət Bayramov, Mələyin Qlablı, ATV Xəbər, Goranboy.